Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Mən sizin riyaziyyat və informatika müəlliminiz Aynurə Fətəliyeva. Bugün mən sizə tələbələrin xahişi ilə üç tərtibli matrisin tərsinin tapılması qaydasını izah edəcəm. Bacardığım qədər çox da dərinliyə getməyəcəm, video uzanmasın və sizin üçün belə desək ki, başa düşülən və aydın olsun. Amma yenə də istəyirəm ki, ilk olaraq, nəzəri olaraq matrisin tərsi haqqında danışaq. Deməli, tərs matris və onun tapılması üsullarına baxaq. Biz bilirik ki, matrislər üzərində müəyyən əməllər var: toplanma, çıxılma, ədədə vurulma, hasinin tapılması. Amma matrislər üzərində bölmə əməli yoxdur və bu bölmə əməlini matrisin tərsinin tapılması əməli kimi daxil ediblər elmə. Və biz də bilirik ki, ədədlər üçün A bölünsün B bərabərdir A vurulsun B üstün -1. Yəni ki, məxrəcdə olan bir dəyişəni üstü mənfi kimi yaza bilərik. Və matrislər üçün bölmə əməli matrisin tərsinin tapılmasıdır elə. Nəsə ki, bu hissələrə özünüz baxarsınız və bir də onu da qeyd edeyim ki, əgər hər hansı bir matrisin tərsini tapırıqsa, ilk olaraq onun determinantını tapmalıyıq və matrisin tərsinin varlığı üçün zəruri və kafi şərt onun determinantının sıfırdan fərqli olmasıdır. Əgər matrisin determinantı sıfıra bərabərdirsə, o zaman ona cırlaşan məxsusi matris deyilir. Yox, əgər matrisin determinantı sıfırdan fərqlidirsə, ona cırlaşmayan qeyri-məxsusi matris deyilir. Yəni, matrisin tərsi varsa, o cırlaşmayandır, tərsi yoxdursa, o zaman o cırlaşan matrisdir. Təbii ki, matrisin tərsini tapan zaman, belə desək ki, bizə müəyyən başqa əməllər də lazımdır. Ümumiyyətlə, determinantı sıfırdan fərqli olan A matrisinin yeganə tərs matrisi var və o A üstü -1 bərabər 1 bölünsün determinant A vurulsun A üstü V düsturu ilə tapılır. Bu V kimi oxudum mən. Burada A, V matrisi A matrisinin qoşma matrisi adlanır. Yəni, bu matrisin qoşmasıdır. Matrisin qoşması nədir bəs? Hər hansı bir matrisin qoşması, məsələn, A matrisinin qoşması, A matrisinin elementlərinin cəbri tamamlayıcılarından düzəldilmiş matrisin transponer edilmişinə bərabərdir. Yəni, uzun sözün qısası, əgər bir matrisin tərsini tapmaq istəyirsinizsə, o zaman onun determinantını tapırsınız və vurursunuz həmin matrisin qoşmasına. Bəs həmin matrisin qoşmasını necə tapırsınız? Həmin matrisin elementlərinin cəbri tamamlayıcılarını tapırsınız, daha sonra onu transponer edirsiniz. Yəni, sətirlərin yerini sütunların yerinə dəyişirsiniz və ümumi düsturumuz, matrisin tərsinin ümumi düsturu baxın bu şəkildə ifadə olunur. İndi gəlin biz üç tərtibli matrisin determinantının tapılmasına baxaq. Burada da hansı alqoritmlə, hansı ardıcıllıqla siz matrisin tərsini tapırsınız, bax onu göstərir, özünüz üçün oxuyarsınız. Bir də bundan əlavə matrisin tərsini tapan zaman biz minor və cəbri tamamlayıcı anlayışlarını da bilməliyik. Deməli, n tərtibli bir determinantın AİK elementinin durduğu sətir və sütun üzərindən şərti cızıq çəkdikdə, yəni onların üzərindən xətt çəkdikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş n-1 tərtibli determinanta AİK elementinin minoru deyilir və MİK kimi işarə olunur. Və həmin o AİK elementinin MİK minorunun -1 üstündə I plus K işarə əmsalına hasilinə bu elementin cəbri tamamlayıcısı deyilir və böyük AİK kimi işarə olunur. Yəni, matrisin elementinin tamamlayıcı vuruğu bərabərdir. -1 üstündə I plus K vurulsun MİK. İndi bu I nədir, K nədir və s. bunları mən sizə necə deyərlər göstərəcəm. Baxın, gəlin biz misal üzərində bunu hesablayaq və siz hər şeyi daha ətraflı bilin. Deməli, dedik ki, bu matrisin tərsini tapmaq üçün biz ilk növbədə onun determinantını tapmalıyıq. Yəni, matrisin tərsinin varlığı üçün əsas bizdə birinci növbədə zəruri kafi şərt matrisin determinantının sıfırdan fərqli olmasıdır. Gəlin bu matrisin biz birinci növbədə determinantını hesablayaq və siz bilirsiniz ki, deməli, matrisin determinantını, üç tərtibli matrisin determinantını bir çox qayda ilə hesablaya bilərsiniz. Mən Sarius qaydası ilə bunu hesablayacağım, paralel köçürmə vasitəsilə. Gəlin baxaq. Deməli, birinci növbədə matrisi olduğu kimi yazıram yerində.
1, -4, 3, 7, 1, 1, 2, 0, 6. Mən aşağı doğru köçürəcəm. Yəni, bilirsiniz ki, bu tip köçürmədə siz 3-cü sətri saxlayırsınız olduğu kimi, digərlərini aşağıya köçürürsünüz. Bir dəqiqə bu biraz yerləşməyəcək bura. Sərgəli şəkildə yazmaq üçün yenidən köçürüm. Deməli, 1, -4, 3, 7, 1, 1, 2, 0, 6. Mən 3-cü sətri olduğu kimi saxlayıram. Digər ikisini aşağıya köçürürəm. 1, -4, 3, 7, 1, 1. Bu zaman biz nə iş görürük Sarius qaydası ilə gedəndə? Deməli, ilk olaraq baş diaqonal elementlər üzərindən xətt çəkirik. Baş diaqonal bilirsiniz də 1, 1, 6-dır. Sonra 7, 0, 3-ün üzərindən xətt çəkirik. Həmin o baş diaqonala paralel düz xəttlər çəkməyə çalışırıq. Sonra 2, -4, 1-in üzərindən xətt çəkirik. Bu bizdə müsbət hədlərdir. Gəlin, müsbət hədləri yazaq. İfadəni burada yazacağam. Deməli, olur 1, vur 1, vur 6. Üstə gələk. 7 vur 0 vur 3. Üstə gələk. 2 vur -4 vur 1. Ha. Bunlar bizim müsbət hədlərimizdir. Bunları topladıq. Bunların hasillərini topladıq. Çıxırıq mənfi hədləri. Mənfi hədlər isə köməkçi diaqonal vasitəsilə tapılır. Köməkçi diaqonal 2, 1, 3-dür. 2, 1, 3-ün üzərindən xətt çəkirik. Sonra 1, 0, 1. Ona paralel düz xəttlər çəkirik. Sonra 7, -4, 6. Yadda qalsın ki, Sarius qaydasından köçürmədə buradakı elementlər həmişə tək qalmalıdır. Baş diaqonalların hasilini tapaq. 2 vur 1 vur 3. Üstə gələk. 1 vur 0 vur 1. Bunlar da bizim mənfi hədlərimizdir. Üzr istəyirəm, burada sərgəsiz oldu. Aha, 1 vur 0 vur 1. Sonra 7 vur -4 vur 6. Aha, bunlar da bizim mənfi hədlərimiz. Onların cəmindən bunların cəmini çıxırıq. Deməli, biz bilirik ki, 1 vur 1 vur 6, bu bizə verir 6-nı. Vuruqlardan biri 0-dırsa, hasil 0-dır. 2 vur -4 vur 1, bu da bizə verir -8-i. 6, 0, -8-in cəmi bizə verir nəyi? -2-ni. Çıxılsın. 2 vur 1 vur 3, bu 6 verir bizə. Bu bizə 0 verir. Bu isə 7 vur -4 vur 6. Deməli, biz 24-ü vururuq. Neçəyə? Səhv eləmirik. Yox, 24-ü vururuq 7-yə. 168, amma -168 olacaq. Deməli, -2-dən çıxıram. 6 plus 0 plus -168-i. Deməli, 6, 0, -168-in cəmi bizə nə verir? 6-dan elə bir ki, 168-i çıxırıq da, qalır -162. Olur, -2 çıxılsın, -162. Burada 2 mənfi varsa, bu müsbətə çevrilir. -2 plus 162 olur. Təbii ki, -2 plus 162 də bizə verir 160-ı. Yəni, biz tapdıq ki, bu matrisin determinantı 160-dır. 160 fərqlidir sıfırdan. Deməli, bu matrisin tərsi var. Bu matris cırlaşmayan məxsusi matrisdir. Deməli, indi baxaq. Biz nəyi tapırdıq? Vəssalam, tərsini də determinantı tapdıq. İndi gedək digər, belə desək ki, işimizi tamamlayaq. Deməli, bizim ümumi düsturumuz nə idi? A üstü -1 bərabərdir. 1 bölünsün determinant A. Vurulsun. Bunu sərgəli yazın. Aha, vurulsun. Matrisin tamamlayıcı vuruqlarını tapıb transponer edirdik, yəni qoşmasına vururduq. Burada olurdu A11, A12, A13. Burada olacaq A21, A22, A23. Növbəti isə A31, A32, A33. İndi mən gedəcəm. Ümumilikdə buradakı bütün verilənləri tapacağım, tamamlayıcı vuruqları gətirib burada qoyacağım yerinə. 1 bölünsün determinant A. Bizim determinant A'mız nəyə bərabər oldu? Orada hesabladıq. Determinant A bərabər idi bizdə 160-a. Aha, olur 160-da 1 vurulsun. İndi gedirəm bunları hesablayayım. A1 biri, A2 biri və s. və s. bunları hesablayacağım. Gəlin gedək onları hesablayaq, amma biz ilk olaraq
matrisin tamamlayıcı vuruqlarını tapaq sonra. Bir dəqiqə mən misalı götürüm. Bir saniyə. Misalı götürüm sonra. Ha. Gəlin indi biz bir matrisimizin elementlərinin minorlarını, cəbri tamamlayıcılarını tapaq. Bundan bir neçə dənə yaradım. Paint faylı. Yaxşı, gəlin baxaq. Deməli, biz tapaq A11-i. A11-in minorunu və A11 budur da bilirsiniz. A11-in minorunu və cəbri tamamlayıcısını tapaq. Deməli, bizdə A11 bərabər idi. Ümumi düstur budur da bilirsiniz. A i yod bərabərdir. Mənfi 1 üstündə i plus yod vurulsun m i yod. Aha. A11 bərabərdir. Mənfi 1 üstündə 1 plus 1 vurulsun m 1. Deməli, mənfi 1 üstündə 2 eləyir bu. Mənfi 1-in kvadratı vurulsun m 1. Baxın, m 1 nədir? Bizdə birinci sətr, birinci sütun elementinin minorunu tapırıq. Bunun yerləşdiyi sətri və yerləşdiyi sütunu silirik. Yerdə qalan iki tərtibli matrisin determinantını tapırıq. Vururuq 21, 0, 6 matrisinin determinantına. Yadımızda qalsın, əgər elementin sətr və sütun nömrəsi cüt ədəddirsə, cəmi, məsələn 1 ilə 1-in cəmi cüt ədəddir. O zaman bu mənfi 1 üstündə 2 bilirsiniz ki, müsbət 1-ə bərabərdir də, mənfi 1-in kvadratı müsbət 1-dir. Cüt dərəcədən kvadrat mənfi yox olur. Deməli, o zaman əgər bu elementin yerləşdiyi sətr və sütun cəmi müsbət ədəddirsə, cüt ədəddirsə, o zaman bizim elə bil ki, tamamlayıcı vuruğumuzun işarəsi müsbət olur. Yəni, mənfi 1-in kvadratı 1 eləyir də, bunu uzatmağa ehtiyac yoxdur. Sadəcə ümumiyyətlə demək istəyirəm ki, bu nüansı görün, hər dəfə bunu 5 saat hesablamayın. Əgər burada elementin sətr və sütun nömrəsinin cəmi cüt ədəddirsə, o zaman bilirsiniz də, mənfi 1 üstündə 2, yəni cüt dərəcədən bizə bu mənfi 1 olur, müsbət 1 də. Yəni, cütdürsə, deməli, o işarə müsbət olacaq, onu demək istəyirdim. Sonra iki tərtibli matrisin determinantını da tapanda biz nə iş görürdük? Baş diaqonalların hasilindən çıxırdıq köməkçilərin hasilini. 1 vur 6, çıxılsın 0 vur 1. Deməli, bu 1 vurulsun. 6-dan çıxırıq 0-ı. Olur 1 vurulsun, 6-dan 0 çıxanda 6, 1 vurulsun 6 bizə verir 6-nı. Yəni, bu elementin, bu birinci çətir, birinci sütun elementidir. Yerləşdiyi sətir sütun nömrəsinin cəmi cüt ədəd oldu deyə, işarə də cüt oldu. Yəni, A11 bizdə bərabər oldu 6-ya qısa olaraq. Hər dəfə belə uzadıb yazmayacağım, biraz sürətli yazacağım, bir ikisini yavaş yazandan sonra. A11 bizdə oldu 6. Aparıb burada A11-in yerinə yazıram 6. Sonra gedək biz hesablayaq A12-ni. Baxın, belə bu şəkildə. Bunu kopyaladı, gətirdi. Bir dəqiqə, yox. Mən gedim. Gedək biz tapaq A12-ni. Biraz indi uzanacaq, amma mən axırlarını sürətləndirəcəm. Baxaq. Biz hesablayaq A12-ni. Bu A12 burada da bilirsiniz, baxın. A12 buradır. Biz tapırıq A12-nin minorunu və cəbri tamamlayıcısını. Olur mənfi 1 üstündə 1 plus 2 vurulsun M12. Baxın, bu elementin yerləşdiyi sətir və sütun nömrəsinin cəmi tək ədəddir. 1 ilə 2-nin cəmi 3 eləyir, 3 tək ədəddir. 3 tək ədəddirsə, o zaman bu tamamlayıcı vuruğun işarəsi olacaq mənfi. Aydındır? Baxın, mənfi 1-in kubu təbii ki, bizə verəcək mənfi 1 vurulsun. M12-də bilirsiniz də necə tapılır, bir də yazmayaq. M12 nədir? Baxın, biz bu elementin tamamlayıcı vuruğunu tapırıqsa ya da minorunu tapırıqsa, bunun yerləşdiyi sətri, sütunu silirik, yerdə qalan matrisin determinantını tapırıq. 7, 1, 2, 6. Deməli, olur 7, 1, 2, 6. Mənfi 1-in kubu bizə verir mənfi 1 vurulsun. Yenə bu iki tərtibli determinantdır. Baş diaqonalların hasilindən çıxırıq köməkçilərin hasilini.
42-dən çıxırıq 2-ni, burada qalır 40. Mənfi 1-i də vururuq 40-a, bizə verir mənfi 40. Yəni görürsüz, yerləşdiyi sətir və sütun nömrəsinin cəmi tək ədəddir deyə işarəsi oldu mənfi 40. Yəni demək istəyirəm ki, bunu 5 saat hər dəfə hesablamayın. Düzdür, mən hesablayacağam, amma yenə də. A1 2-ni tapdıq, o da bizə verdi mənfi 40-ı. Yaxşı. Sonra gəlin biz tapaq A1 3-ü. A1 3-ü də tapım sizin üçün mən tez. Gəlin biraz sürətlənək. Deməli, A1-3 buradır da, düzdürmü? Deməli, A1-3 buradır. Nə iş görürük? A1-3 bərabərdir. Mənfi 1 üstündə 1 plus 3 vurulsun M1-3. Deməli, mənfi 1 üstündə 4. Yerləşdiyi sətir sütun nömrəsinin cəmi cütdür deyə işarə müsbət olacaq artıq. Vurulsun. Və yerləşdiyi sətri, yerləşdiyi sütunu sildik. Yerdə qalanın determinantını tapırıq. 7, 1, 2, 0. Mənfi 1 üstü 4. Bilirsiniz ki, 1-i verir. 7 vur 0-dan çıxırıq 2 vur 1-i. Deməli, 0 çıxılsın 2, mənfi 2 eləyir. 1 vurulsun mənfi 2, bizə verəcək mənfi 2-ni. Aha. Deməli, bizdə A1-3 oldu mənfi 2. Aha. İndi gedirəm, hesablayıram A2 1-i, A2 2-ni. Bax, bu qayda ilə hesablamağa davam eləyirik biz. Biraz sürətlənək. Aha. Tapaq A2 1-i. A2 1 7-dir. Deməli, A2 1 bərabərdir. Mənfi 1 üstündə 2 plus 1 vurulsun M2 1. Mənfi 1-in kubu vurulsun. Bunun yerləşdiyi sütunu sətri sildi. Yerdə qalan matrisin determinantı 1, 1, 0, 6. Mənfi 1-in kubu mənfi 1 vurulsun. 1 vur 6-dan çıxırıq 0 vur 1-i. 2 tərtibli matrisin determinantı kimi gedirik. Mənfi 1 vurulsun 6 çıx 0. Bu da 6 verir bizə. Mənfi 1 vurulsun 6 bizə verir mənfi 6-nı. Yəni A2 1 oldu mənfi 6. Baxın A2 1 buradadır, oldu mənfi 6. Gedək tez A2 2-ni tapaq. Əslində indi mən izah edirəm deyə belə bu qədər uzanır. Normalda özünüz sərbəst yazsanız, təbii ki, bu qədər uzun çəkməyəcək. Yaxşı. Deməli, baxaq. A2 2 budur. A2 2-ni tapırıq biz. Mənfi 1 üstündə 2 plus 2 vurulsun M2 2. Mənfi 1 üstündə 4 vurulsun M2 2. Yerləşdiyi sətri sütunu sildi. Yerdə qalan matrisin determinantı 1, 3, 2, 6. Mənfi 1 üstündə 4 müsbət 1 verir bizə. 1 vur 6 çıxılsın 2 vur 3. Baxın. 1 vurulsun. 6-dan 6 çıxanda 0 eləyir də. 1 vur 0 eləyəcək 0. Yəni A2 2 0-dır. Aha. Sonra gəlir bizdə A2 3. Gəlin A2 3-ü tapaq. Ümid edirəm ki, hesablama səhvi eləmədim. Əgər elə olsa, necə deyərlər, bir qüşurumu eləyərsiniz. Yaxşı, gəlin biz hesablayaq. A2 3-ü. Baxın, A2 3 bizdə budur. A2 3 bərabərdir. Mənfi 1 üstündə 2 plus 3 vurulsun M2 3. Mənfi 1 üstündə 5 vurulsun. Deməli, yerləşdiyi sətri sütunu sildi. Yerdə qalan matrisin determinantı 1 vur mənfi 4. 2 vur 0 olacaq. Mənfi 1 üstündə 5 mənfi 1-dir. 1 vur 0 çıxılsın 2 vur mənfi 4. Deməli, aha, mənfi 1 vurulsun. 0 çıxaq, mənfi 8. 0 çıxaq, mənfi 8 elə müsbət 8 deməkdir. 0 plus 8 deməkdir. Bilirsiniz, 2 mənfi olanda bu da müsbət 8 eləyir. Mənfi 1-i də 8-ə vuranda olur mənfi 8. Mənfi 1-i bir dəqiqə burada sərgəsiz yazdım. Mənfi 1-i 8-ə vuranda olur mənfi 8. Yəni A2 3 oldu mənfi 8. Aha.
Bu da sərgəsiz oldu. Yaxşı, gedək A3-1-i tapaq. Az qalır. Deməli, A3-1. A3-1-i tapırıq. Mənfi 1 üstündə 3 plus 1 vurulsun. M3. İndeksdə yazmalıyam. M3-1. Mənfi 1 üstündə 4 vurulsun. M3-1 budur. Yerləşdik sətri sütunu sildik. Qaldı mənfi 4, 3, 1, 1. Mənfi 1 üstü 4 müsbət 1. Mənfi 4 vurulsun 1, çıxılsın 1 vur 3. 2 tərtiblinin determinantı kimi gedirəm gənclər. Baş diaqonallar hasilindən çıxıram köməkçilərin hasilini. 1 vurulsun, mənfi 4-ü 1-ə vuranda mənfi 4, çıxılsın 3. Olur 1 vurulsun mənfi 7. Bu da bizə verəcək təbii ki mənfi 7-ni. Yəni A3-1 mənfi 7. Biraz sürətli yazıram, video çox uzanırdı ya. Nəhayət A3-2 və A3-3-ü də tapaq və sonra hasilimizi tapaq, bunu yekunlaşdıraq. Yaxşı, baxaq bizdən. Tapırıq A3-2-ni, yəni bunu. A3-2 bərabərdir. Mənfi 1 üstündə 3 plus 2 vurulsun M3-2. Yerləşdiyi sətri sütunu sildik. Mənfi 1 üstündə 5 vurulsun. 1, 3, 7, 1. 1, 3, 7, 1. Bunların determinantı. Bura nəsə nöqtə işarəsi düşüb. Bunu silim. Deməli, mənfi 1 üstü 5 mənfi 1 eləyir. 1 vur 1. Çıxılsın 7 vur 3. Mənfi 1 vurulsun. 1 çıx 21. Bu da mənfi 20 eləyir. 1-dən 21-i çıxanda mənfi 20 eləyir. Mənfi 1-i də mənfi 20-yə vuranda bizə verir müsbət 20. Yəni A3-2 oldu müsbət 20. Nəhayət bir dənə son olaraq A3-3 qaldı. A3-3. Biraz qalınlaşdıraq. A3-3 budur da bilirsiniz. A3-3 bərabərdir. Mənfi 1 üstündə 3 plus 3 vurulsun M3-3. Mənfi 1 üstündə 6 vurulsun. Yerləşdiyi sətri sütunu sildik. Yerdə qalan matris 1 vur. Neçə olacaq? 1, 7 vur 4. Mənfi 4. 1 mənfi 4, 7, 1 oldu. Mənfi 1 üstə 6 bizə verir müsbət 1-i. 1-i vururuq 1-ə, çıxılsın 7 vur mənfi 4. Düzdürmü? 1 vurulsun, 1 vur 1, 1, 7 vur mənfi 4, mənfi 28. 1 çıx mənfi 28. Bu da bilirsiniz ki, 1 plus 28 olacaq da, düzdürmü? 2 mənfi müsbətə çevrilir. 1-i vururuq 29-a, bu da bizə verəcək elə 29-u. Yəni A3-3 bizə verir 29. Şöyle sayalım. A3-3 oldu bizdə 29. Nəhayət matrisin qoşmasını tapdıq. Tamamlayıcı vuruqlarını tapıb onu transponer elədik. İndi ədədin matrisə vurulmasından istifadə edib 160-da 1-i biz vururuq bir buradakı matrisin elementlərinə. 160-da 1-i 6-ya vuranda bizə verəcək 160-da 6. Hələ ki ixtisar eləmədən yazıram. Sonra 160-da 1-i mənfi 6-ya vuranda eləyəcək mənfi 160-da 6. 160-da 1-i mənfi 7-yə vuranda olacaq mənfi 160-da 7. 160-da 1-i mənfi 40-a vuranda eləyəcək mənfi 160-da 40. Sonra 160-da 1-i 0-a vuranda 0. 160-da 1-i 20-yə vuranda 160-da 20. 160-da 1-i mənfi 2-yə vuranda mənfi 160-da 2. 160-da 1-i mənfi 8-ə vuranda mənfi 160-da 8. 160-da 1-i 29-a vuranda 160-da 29. Mən ixtisar eləməyəcəm, elə bu şəkildə saxlayacağım. Siz istəsiz ixtisarlarınızı apara bilərsiniz. Yəni, bu şəkildə matrisin tərsini artıq biz tapmış olduq. Determinantını tapdıq.
və bir-bir elementlərinin tamamlayıcı qruplarını tapıb onu transponerə elədik. Və sualın da artıq cavabını bu şəkildə tapmış olduq. İstəyə görə siz ixtisar apara bilərsiniz. Belə, ümid edirəm ki, video sizin üçün aydın olar. Növbəti videolarda görüşmək ümidi ilə.